Avroviziya təmsilçimiz müğənni Safura Əliyev ailəsi ilə birgə istirahət fotolarını paylaşıb. Doğru Xəbər maqazini xəbər verir ki, Boluda göl kənarında dincələn sənətçinin paylaşdığı görüntülərdə həyat yoldaşı Fərhad Əliyev, oğulları Natiq və İskəndər, qızı Ayşə də yer alıb. Qeyd edək ki, Safura mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var və hazırda Türkiyədə yaşayırlar. Görüntüləri təqdim edirik.